Dostlar, salam şəkildə doymayan buxarın izotermik sıxılma diaqramı verilmişdir. 1-2-3 nöqtələrinə uyğun kütlələrin müqayisəsi bizdən soruşulur. 1-2 nöqtəsi doymayan buxar halına uyğundur və doymayan buxar da ideal qaz qanunlarına tabi olduğu üçün biz doymayan buxarın kütləsini sabit götürə bilərik. Demək 1-2 nöqtəsinə uyğun kütlə eyni olmuş olacaq. Qrafikdən görürük ki, 1-2-3 nöqtələrinə nisbətən həcm azalmış olur. Yəni 3 nöqtəsinin həcmi 1 və 2 nöqtəsinin həcmindən kiçik olmuş olacaq. Və eyni ilə deyə bilərik ki, 3 nöqtəsi doyan buxar halına uyğundur və doyan buxarın da temperatur sabit olduqda sıxlıq konsentrasiya və təzyiqi həcmdən asılı olmur. Onda kütlənin ρ və n bərabər ρv ifadəsinə əsasən sıxlıq sabit olduğu halda həcmə görə müqayisəsində baxsaq deyə bilərik ki, 1-2 nöqtəsinin həcmi 3 nöqtəsinin həcmindən böyük olduğu üçün eyni ilə kütlə də bu şəkildə olmuş olacaq. Demək 1-2 nöqtəsində olan kütlə 3 nöqtəsindəki kütlədən böyük olmuş olacaq. Doğru cavab Y variantı olacaq. Bu cür videoların ardını gəlməyi istəyirsənsə səhifəmi takip edə bilərsən.